Əziz dostlar, bugün necə bütün dünya türkləri, elə də Gürcüstanda yaşayan Azəri türkləri çox belə ağır günlər keçir. Ona görə ki, Fransiyanın demək olar ki, Senat tərəfindən qəbul olan o hər tərəfli, heç bir hüququ olmamış, heç humandan uzaq olan qərar qəbul elədi. Hansını ki, axırıncı Fransiyanın prezidenti Sarkozy gərək ona imza ata. Biz şüphemiz yoxdur ki, Sarkozy ona imza atacaq. Onun için bunun hamısının başında olan həmən prezident Sarkozy'dir. Hansı ki, axırı neçə illərdir Fransiyada müsəlmanlara görə ayrı-ayrı cəzalar, ayrı-ayrı qanunlar çıxardır. Onların insan hüquqlarını tapdalayır və İslam'a zid olan hərəkətlər gedir Fransiyada. Siz bilirsiniz ki, Türkiye necə bizim qardaş ölkə, Azərbaycan, Türkiye bu bir millət, iki ölkə, ancaq ürəyimizi bizim həmişə ürəyimiz birdir, bir də olacaq. Ona görə də biz Gürcüstanda yaşayan Azəri türklər öz protestimizi və o narahatlığımızı dünya ictimaiyyətinə çatdırırıq ki, biz bu qərara zidik və biz tələb edirik dünya ictimaiyyətindən ki, bu qərarı geri qayıtsın və Sarkozy buna imza çəkməsin, atmasın. Mən deyərdim ki, Fransiya dünyada bir nüfuzlu və biz şübhə altına salmırıq. Fransız xalqının böyük müdürlüyünü, onların böyük mədəniyyətini, onların böyük tarixini biz həmişə ona böyük hörmətlə yanaşırıq. Buna baxma, mən deyərdim ki, neçə 20 ildir Azərbaycanın müstəqillik gündən bugünə Dağlıq Qarabağ prosesində Fransiyada iştirak edir. Minsk qrupunun həm sədrlərindən biridir. Mən deyərdim ki, bu hakimiyyət 20 ildir Qarabağın problemasını həll edən bir addım da qoymur. Mən biləsi bu qərardan sonra da Fransiya Minsk qrupunun həm sədri olmalıdır, bizdən ötürü də deyərdik ki, onun yeri orada olmamasıdır. Qarabağın problemasını həll edən o həm sədrlər gərək elə hökumətin nümayəndəsi olan, ancaq doğrudan da hökumətin özündə belə çox belə human və dünyada sülfə, dünyada inkişafından ötürü belə inisiator olan hökumətin nümayəndəsi gəlir olan. Amma görürsən ki, Fransiya kimi hökumət, Fransiya kimi nüfuzlu xalqın nümayəndəsi prezident bu separatizmə və belə bəşiliyə tərəfdar durur və onu imzalayır, ona tərəf durur. Əlbəttə ki, erməni tərəfindən də apardığı siyasət, bu terrorizm və separatizm hərəkətinə olan halvişirlər, əlbəttə ki, Fransiya və Frans xalqı vaxt olacaq ki, buna öz sözünü deyəcək, öz demək ki, alternativ fikirlərini deyiləcək. Tarixdə bu, biz bilirik ki, gələcək Fransa xalqı bunu çox belə qiymatlandıracaq, bunun anti-human hərəkətinə. Ona görə də biz Gürcüstanda yaşayan Azərbaycanlılar elə şəxsi, biz Gürcüstan mənim vətənimdir, cəmiyyətin ictimaiyyətin birliyi qərara gəldik ki, ayın 25-də biz Fransiya səfirliyinin qabağında olduq Tiflis şəhərində və biz oraya öz protest məktubumuzu yolladıq Prezident Sarkozy'nin adına. Və bu günlərdə də yenə biz deyirik ki, orada bir aksiya keçirək, öz münasibətimizi bildirək, biz gözləyirik Fransiyanın prezidenti qərarını, ondan sonra biz də alternativ addımlar qoyacaq Gürcüstanda. Siz bilirsiniz ki, Gürcüstanda da Sarkozy'nin barmağı var. Avqust müharibə, Gürcüstan-Rusiya müharibəsi vaxtında biz elə fikir elədik ki, Sarkozy oradan
Fransa'dan qaçdı, Rusiyaya getdi, Gürcüstana getdi. Burada da o imzalanan protokollarda mən biləsi Gürcüstana ziyan verdi. O boyda Gürcüstana ziyan verdi. Rusiya, mən derdim, Rusiyanın xeyrinə. Ona görə də bugün 20 % Gürcüstanın torpaqları həbs olub və Rusiya tərəfindən aparan aqressiyada nəticəsini görkəzir. Bugün 350.000 Gürcüstan vətəndaşı öz torpağında xüsusilə qaçqındır və 1 milyon da Azərbaycanlı öz vətənində qaçqındır. Siz erməni separatistinin hansı ki Fransa bugün belə imkan yaradıb, onun separatizmini dəstəkləyir. O hökumətdə bir dənə də Azərbaycanlı yoxdur. Harada Azərbaycanda 25.000-dən çox erməni yaşayır. Bu da demək olar ki, onu gətirib çatır ki, Fransanın apardığı, bugünkü prezidentin apardığı, Sarkozinin apardığı siyasatı bugün antiqumandır. Biz onu pisləyirik və biz çağırırıq Fransız xalqını ki, Fransız xalqı müdrik xalqdır, dünya görüşlü xalqdır və Fransız xalqı gərək bu qərara öz münasibətini bilə. Hansı ölkədə 700.000-dən erməni var, 6 milyondan artıq müsəlman var, orada belə separatist qanuna tərəf olur. Biz o qanunu da sayırıq, separatistləri müdafiə eləyən qanundur, mən deyəlim. Amma gələcəkdə əlbəttə Fransa terroru da müdafiə edəcək. Ona görə də biz bunu pisləyirik, biz çağırırıq Fransız millətinə ki, bu qərara öz münasibətini bilə. Mən bundan istəyirəm, bütün dünya türklərini müraciət edirəm, bu qərara görə öz münasibətini bildirərlər. Harada olsa, bir türk də olsa orada səsin gələk çıxardar ki, o anti demək olar ki, qərara biz öz münasibətimizi bildirərik. Sağ olun.